لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللّٰهِ اَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ. Ey iman getirenler, niye etmediğimiz bir sözü danışırsınız? Etmediğimiz bir sözü danışmak Allah yanında böyük nifrətlə qarşılanır. Ona göre müsibətimiz cahillik değil, müsibətimiz hakkı bilip ona muhalif olmaqdır. Kur'an'ı okuyup boğazdan aşağı geçmemesidir. Allah'ın zikrinin dilimizde olup kalbimizin gaflet olmasıdır. Lakin soruşulacaq hamısından. Ebu Berzel Eslemi bir ki Peygamber sallallahu aleyhi ve sellem dedi ki La tezulu kademe abdin yevmel kıyame hatta yus'alen arba'a. Kulun ayakları yerinden terpenmeyecek. Bazı rivayetlerde gelir ki Rabbinin önünden terpenmeyecek, üzülmeyecek. Ta ki 4 şeyden soruşulmayınca. An umrihi fîmâ efnâ. Ömrünü ne de tüketip, ne de telef edip, ilmini ne amel edip onu inan. Ve an mâlihi min eyne iktesebe ve fîmâ enfak. Malı hardan kazanıp, hara xərcləyib bir şey haqda soruşulacaq, lakin 2 sualla. Və ən cismihi fîmə əblə və cəsədindən onu nədə hədər edib, tələf edib. Ona görə bil ki, biz heç də təkcə dediyimiz sözlə mömin deyilik. Əksinə, Allah üçün tərk etdiyimizlə, Allah'tan qorxub səbr etdiyimizlə də möminik. Ona görə qorxmuruq ki, muizəni eşitməyərik və eşidə bilmərik. Lakin qorxuruq ki, eşidib əməl etmərik.